Mingəçevirdə zirzəmidən azyaşlı uşaq tapılıb. Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binalardan birində qeydə alınıb. Məlumata görə körpəni həmin binada yerləşən mənzillərdən birində usta işləyən şəxs görüb. Əvvəl onun oyuncaq olduğunu zənn etsə də, sonradan tərpənişlər hiss edib və uşaq olduğu qənaətinə gəlib. Usta işləyirmiş, çıxırmış yuxarı. Görüb, elə bir ki, kukuladır böyürdə duran. Geri qaydına görüb ki, ayağı tərpənir, elə öz danışdığını deyirəm. Sonra yıxıb gəldik, buraya yaxınlaşdıq, gördük ki, uşaqdır, körpə uşaqdır, amma şikəst uşaqdır. Təcil yardıma xəbərlədik, tez gəldilər, götürdülər. Yəni, üstündə pişik tükürləri vardı. Ondan sonra, nə bilməm, bir alnında çapığı var idi, belə qan axmışdı deyəsən. Mingəçevir şəhər mərkəzi xəstəxanasına yerləşdirilən körpənin vəziyyətinin normal olduğu bildirilir. Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə oğlan 12 oktyabr 2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri instrumental diaqnostik müayinələr aparılıb, azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Polis əməkdaşları tərəfindən azyaşlının həmin yerdən götürülərək xəstəxanaya yerləşdirilməsi təmin olunub. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Rahim İbrahimoğlu, Kəmal Əli Muradova, Xəzər xəbər.